Sxemə əsasən hansı ölkədə qış fəsli olduğu müəyyən edin. Birinci bu şəkli biz təhlil edək. Bu şəklə biz baxsaq, deməli 66.5-də, yəni burada qütb gecəsidir. Bu gecədir. Bu da gündüz. Və biz baxırıq ki, hansı yarımkürədir? Şimal yarımkürəsi. Və şimal yarımkürəsində nisbətə baxsaq, gecə-gündüz xəttinə baxsaq, gecənin uzunluğu daha çoxdur. Gecənin uzunluğu baxın, daha çoxdur. Bu da gündüzdür. Gecənin uzunluğu daha çoxdursa və biz bilirik ki, şimalda gecənin uzunluğu nə zaman çox olur? 22 dekabrda, qış fəslində. Elə burada da görünür. Qış fəsli deyən kimi 22 dekabr yazırıq. Günəşin zenitdə olduğu məntəqə 23,5 cənub endarəsi. Elə bunu yazanda da bilmək olur, bu şəkildə də baxmaq olur. Qış fəslidir. Deməli, hansı? Şimal yarımkürəsində. Burada bir dənə Türkiyə, şimalda da qalan hamısı cənub yarımkürəsindədir. Hansı coğrafi enlikdə 23 sentyabr günorta vaxtı dirəyin şaquli bastırmış dirəyin kökünün uzunluğu dirəyin uzunluğuna yaxındır. 23 sentyabr deyən kimi, deməli, günəşin zenitdə olduğu məntəqə bərabərdir ekvator. Ekvator. Bu da 0 dərəcə enlik. Və yaz gecə gündüz bərabərliyi. Gündüz bərabərliyi. Gec gündüz bərabərliyi. Yəni bu tarix görən kimi bunu yazırıq. Deməli, günorta vaxtı bastırmış dirəyin kökünün uzunluğu dirəyin öz uzunluğuna daha yaxındır. Öz uzunluğuna daha yaxın olması üçün günəşin düşmə bucağı bərabərdir 45-ə yaxın olmalıdır. Yəni 45 dərəcədə öz uzunluğuna yaxındır. Yəni 45-ə yaxın olan daha öz uzunluğuna yaxındır. İndi burada baxaq. Görək bu hansı düşmə bucağı 45-ə daha yaxındır. 21 martda günəşin düşmə bucağı düsturunu yazaq. Bərabərdir 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi. Verilən məntəqənin coğrafi enliyi. İndi burada bir tapa bilərik. Məsələn, günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın. Məsələn, burada 40, sonra 30, sonra 67, sonra 11, bir də 23. Bunların hamısını qoyuruq, hesablayırıq. Və məsələn, 40 qoyanda 50 dərəcə, 30 qoyanda 60, 67 qoyanda 23, 11 qoyanda 79, 23 qoyanda 67. Burada 45-ə ən yaxın olan, deməli, 40-dır. Yəni, 40 cənub endarəsidir. Burada da biz tapanda 90-dan 40 çıxanda 50 dərəcə. Təqrib olaraq 50, 45-ə yaxındır. Buna cavab A variantı. 21 martda, yenə 21 mart deyir. 21 mart deyən kimi yenə yazırıq. Biz hər dəfə bunu mütləq yazmalıyıq. Günəşin zenitdə olduğu məntəqə bərabərdir ekvator. Bu da 0 dərəcə enlikdir. 50 şərq uzunluğunda çıxan günəş, 50 şərq uzunluğu verilənlər mütləqdir. 50 şərq uzunluğu, çünki verilənləri yazmaq, şəkil çəkmək, sxem çəkmək cavaba daha tez çatmaq deməkdir. 12 saatdan sonra biz bilirik ki, yer kürəsi qərbdən şərqə doğru fırlanır. Qərbdən şərqə doğru fırlandığı üçün hər hansı məntəqədən özündən şərqdəki irəli, geri. Nə deyir? 12 saat sonra. Sonra deyirsə geridir. 12 saat. 12 saat sonra hansı coğrafi uzunluqda batar. Deməli, günəş 50 şərq uzunluğunda çıxır. Deməli, 50 şərq uzunluğunda çıxır. Deyir, 12 saat sonra hansı coğrafi enlikdə batar. Deməli, biz bilirik ki, yer kürəsi 1 saata 15 dərəcə dövr edir. 15 dərəcə. 12 saat, daha doğrusu 1 saata 15 dərəcə. 12 saat x dərəcə. Buradan x bərabərdir 15 vurulsun 12. X də bərabərdir 180 dərəcə. 180 dərəcə
qərbə gedir. 150 şərq, 50 şərq uzunluğu. 180 dərəcə gedəndə 50-sini gəri çatırıq Qriviçə. Oldu 0. Bu 50. 180 50-sini 130. Bu tərəfdə də 0-dan gedirik. Olur 130 qərb uzunluğu. Bunlar arasında dərəcə fərqini tapanda biz görürük ki, həqiqətən biri şərq, biri qərb olduğu üçün toplayırıq. O da 180 dərəcə fərqləyir və 130 qərb uzunluğu. Cavab Y. Yerin xəyali orbit müstəvisinə neçə dərəcə meyilli olsaydı, astrometr Günəş zenitdə olmazdı. Günəş zenitdə olmazdı. Deməli, biz bilirik ki, orbit müstəvisi 66,5 dərəcə meyillidir. Meyilli olduğu üçün tropiklər də bərabərdir 90 çıxılsın 66,5 bərabərdir. Deməli 23,5. Tropiklər buradan keçir. İndi deyir ki, neçə dərəcə olsaydı Günəş zenitdə olmazdı. Günəş zenitdə olmazdı. Avstraliya biz burada şimal ucqar nöqtəsi və cənub ucqar nöqtəsinin dərəcələrini bilməliyik. Burada deməli biz hesablasaq bir, məsələn 83 qoysaq, eləcə 7 dərəcə. Tropiklər keçəcək 7 dərəcədən. 7 dərəcə. Sonra 70 qoysaq 20-dən. 20 keçər yəqin ki. 75 qoysaq 15. Bu da keçər. 30. 60 qoyanda 30 dərəcə. Bu da olar. 64 qoyanda 26. Bu da olar. Yəqin ki, cavab A variant. 7 dərəcə tropiklər 7-dən keçsə, Avstraliya materiki yəqin ki, kəsməz. Zenitdə olmaz. Yəni, tropiklər 7 dərəcədən keçəndə Avstraliya 7-ci paraleli kəsmir. Şaquli müşahidə, daha doğrusu şəkildəki müşahidəçi 30 dərəcə cənub enliyində günorta vaxtı şaquli bastırmış dirəyin kölgəli uzunluğu ölçmüşdür. Bu müşahidəçinin günəşin hansı enlikdə zenitdə olduğu müəyyən edir. Deməli, müşahidəçiyə baxsaq, 1 metrdir, 1 metrdə kölgənin uzunluğudur. Biz dedik ki, kölgənin uzunluğu əgər eyni nə zaman olur? 45 dərəcə. Yəni, günəşin düşmə bucağı təxmini olaraq 45 dərəcə olanda həmin məntəqəyə, deməli, dirəyin uzunluğu özünə bərabərdir. Dirəyin uzunluğuna kölgəsi uzunluğuna bərabərdir. İndi verilən nə yazaq? 30 cənub endarəsi. Verilən məntəqənin coğrafi enliyi bərabərdir 30 cənub endarəsi. Deməli, indi gəlin günəş hansı enlikdə zenitdə olduğunu müşahidə edək. Deməli, günəşin düşmə bucağı bərabərdir. Deməli, özünə bərabərdirsə, günəşin düşmə bucağı da 45 dərəcədir. Bunu da bilirik. Çünki deyir 1 metrdir dirək uzunluğu, kölgənin uzunluğu 1 metrdir. Verilən nə yazaq? Günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın aç mötərizə. Günəşin, deməli, daha doğrusu verilən məntəqənin coğrafi enliyi plus minus günəşin zenitdə olduğu məntəqə. Verilən nə yazaq? 45 dərəcə bərabərdir 90 çıxılsın. Verilən məntəqənin coğrafi enliyini bilmirik. Daha doğrusu verilir 30 üzr istəyirəm. Deməli, 30 plus minus günəşin zenitdə olduğu məntəqə. Bunu bilmirik. Bunu ayrıca götürək. 30 plus minus günəşin zenitdə olduğu məntəqə bərabər 90-dan 45 çıxırıq 45. Bir də plus, bir də minus. 30-un üstünə 30-dan ən az müsbət ədəd çıxa bilmərik ki, 45 alsın. Ona görə minusu silirik. 30, deməli, cənub endairəsi. Əgər plus dursa, deməli, bu da həmin məntəqə şimal endairəsidir. Günəşin zenitdə olduğu məntəqə şimal endairəsi
bərabərdir 45. Deməli, Günəşin zenitdə olduğu məntəqə bərabərdir 45 çıxılsın 30. Günəşin zenitdə olduğu məntəqə bərabərdir 15 dərəcə. Şimal en dairəsi. Cavab D. Sxema əsası hansı düzənlikdə? Deməli, sxema əsası hansı düzənlikdə yay fəslidir? Yenə bir sxemə baxırıq və sxemi birinci təhlil edirik. Bu sxemə baxsaq yenə ekvatorun yuxarıda gecə, gündüz. Gecə gündüzə baxsaq, gecə daha çoxdur, gündüz daha azdır. Deməli, biz burada nəyi soruşur? Yay fəslini soruşur. Yay fəslini soruşursa, bir şəklə baxarıq ki, gecə gündüz xəttində. Şimalda gecə çoxdur, gündüz azdır. Bu hansı tarixdir? Deməli, bu 22 dekabr tarixidir. Çünki cənubda gündüz uzunluğu daha çoxdur. 22 dekabrda cənubda, burada qışdır. Yay fəsli üzr istəyirəm. 22 dekabrda cənubda yaydır. Burada isə qışdır. Şimalda qışdır. Çünki gecənin uzunluğu çoxdur. Yay fəslidir. Cənubda olanlardan La Plata var, Cənub Amerikada B variantı. Hansı tarixdən başlayır Azərbaycan gündüzün uzunluğu artmağa başlayır? Azərbaycan 40 şimal en dairəsi. Gündüz uzunluğu nə zaman başlayır? Ümumiyyətlə, Günəş ekvatordan cənubda olur. Günəş 21 mart, 22 dekabr, 23 sentyabr. Bu tarixlərdə. Və bu tarixlərdə cənub yarımkürəsində olur. Və günəşin gündüzün uzunluğu artmağa başlayır. Gündüzün uzunluğu, gecənin uzunluğu maksimum olur Bakıda 22 dekabrda. Gecənin uzunluğu. Və həmin tarixdən başlayaraq gündüzün uzunluğu artmağa başlayır. Demirəm maksimuma çatır. Artmağa başlayır həmin o 22. 22 gündə isə əksinə gecənin uzunluğu azalmağa başlayır. 22 dekabr. Cədvələ verilən planetlərin hansılar yerlərini dəyişsək, onların günəşdən uzaqlığına görə düzgün sıra müəyyən edir. Belə Merkuri, Venera, Yer, Mars, Yupiter, nədir? Günəşdən uzaqlığı, hə. Demək, Yupiterlə 3-lə 5-i B variantı. Onun cənub enində yerləşən məntəqədə günorta vaxt şaquli bastırım dirəyin köləyi şimal istiqamı düşərsə, 10 cənub endarəsi. Buradakı dirəyin şimala kölgə. Kölgə şimala düşürsə, günəş onda hardan olacaq? Ondan cənubda olacaq. 30 dərəcə ümumiyyətlə getmir, maksimum 23,5-ə gedir. Sonra 20 şimal endarəsi səhvdir. 5 cənub endarəsi bundan buradadır. Ondan aşağıda olmalıdır. 20 cənub endarəsində onda kölgə şimala düşür. Şəkildəki müşahidəçi Şəkildəki müşahidəçi 25 şimal enliyini günorta vaxtı şaquli bastırmış dirəyin kölgəsi uzun ölçmüşdür. Yenə eyni. Bayaq tapdığımız kimi yenə kölgənin uzunluğu öz uzunluğuna bərabərdir. Kölgənin uzunluğu dirəyin uzunluğuna bərabərdirsə, günəşin düşmə bucağı təqribən 45 dərəcə. Və verilən məntəqənin coğrafi enliyi bərabərdir 25 şimal endarəsi. Bu da verilib. İndi gəlin düsturumuzu yazaq. Günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın. Verilən məntəqənin coğrafi enliyi plus minus günəşin zenitdə olduğu məntəqə. Verilənə yazaq. 45 dərəcə bərabər 90 çıxılsın. Verilən məntəqə 25 şimal endarəsi plus minus günəşin zenitdə olduğu məntəqə.
Bunu da ayrıca götürürsək 25 şimal endarəsi plus minus Günəşin zenitdə olduğu məntəqə bərabər 90 çıxılsın 40-45. 25-dən hansı müsbət ədəd çıxa bilməz ki, 45 hansı. Ona görə plusla götürürük. Plusla götürürüksə şimal endarəsi plus Günəşin zenitdə olduğu məntəqə plusdursa ikisi də daha doğrusu fərqli yarımşar olmalıdır. Dərəcə fərqini tapmaq üçün 45. Bu da Günəşin zenitdə olduğu məntəqə cənub enliyi bərabərdir 45 çıxılsın 25 və bərabərdir 20 dərəcə. Deməli, Günəşin 20 dərəcə cənub enliyində zenitdə olacaq. Planetə orbit xətti üzrə dövrəti müddətinin artmasına görə planetlər bir var Günəş ətrafında hərəkət edir. Bir də var öz ox ətrafında hərəkət edir. Günəş ətrafında hərəkət edəndə orbit xətti üzrə hərəkət deməkdir. Yəni, orbit xətti üzrə hərəkətsə, Günəş ətrafında hərəkətdir. Bir də var öz ox ətrafında hərəkət. Öz ox ətrafında hərəkətsə, məsələn, yerin öz ox ətrafında hərəkəti 23 saat, məsələn 24 saat qəbul olunur. Burada da orbit üzrə hərəkət müddəti, deməli, orbit üzrə dövrətmə müddətinin artmasına görə. Deyək ki, orbit üzrə dövrətmə müddətinin artması Günəşdən uzaqlaşdıqca orbit dövrətmə müddəti azalır, daha doğrusu artır. Məsələn, indi biz burada daha yaxını götürürük. Merkuri, sonra gəlir Yer, Mars, 2, 4, 3, yəni bu ardıcılıqla. Günəşdən nə qədər uzaqlaşırsa, orbit üzrə dövrət müddəti artır. Birinci Merkuri gəlir, sonra gəlir Merkuri, Venera, Yer, sonra Mars, Yupiter, Saturn. Cavab Y variantı. Yerdə planetlər qrupuna daxildir. Öz ox ətrafının fırlanma dövrü Günəş sisteminin digər planetlərə görə daha çoxdur. Günəşdən uzaqlığına görə ikinci planetdir. Əlbəttə ki, bu Veneradır.